Azərbaycanda feodalizm dövrü. 3-cü əsrdən 19-cu əsrin ikinci yarısına qədər. Qərbi Avropada feodalizm dövrü. 5-ci əsrdən 17-ci əsrin ortalarına qədər. Dastakert, İrsi torpaq, şah, Xostaq, İrsidir. Məndən nə? Xostaq. Xostaq, Dostacı dizi Xosta şəhəri. Deməli, Kadisiyə döyüşü. 636, Ktesfon, 638. Cavanşirin hakimiyyəti ilə. Cavanşir hakimiyyət illəri 642-681. Birinci Bələncər döyüşü. 643. İkinci Bələncər. 653. Xəzərlər qazan. Rabat. Hərbi məscid. Keçdik torpaq mülkiyyət formalarına. Divan. Dövlət torpağı. İqta. Xidmət müqabilində verilən torpaq. Mülk. Şəxsi torpaq. Vəqf. Dini torpaq. Sonra icma. Zaman. Vergilər. Cizyə. Can vergisi. Xümüs. Xəms hərbi qiymətinə görə verilən vergisi. Mani təlimi. 3-cü əsr. Məzdəkilər hərəkatı. 481-529. Xürrəmlər hərəkatı. 778-838. Babəkin hakimiyyəti ilə. 816-838. Babəyə qarşı iqtizam ordu. 819. Birinci Həştadsər döyüşü. Keç. 829. Yaxınlaş biraz. 829. Babək qazan. Ah, sağ ol. Birinci Həmədan. 830. İkinci Həmədan. 833 ərəblər qalib. İkinci Həştadsər. 836. Bəz döyüşü. 837 ərəblər qalib. Babəkin ölümü. 838. Biraz yaxın gəl. Hə. Dərbənd hakimliyi. Dərbənd hakimliyi 869, 10-cu əsrin sonu. Şəki hakimliyi. 9-cu əsrin 60-cı illər 1551. Şirvanşahlar dövlətinin banisi. Heysəm ibn Xalid. Mənşəyi. Ərəb. Paytaxtları. Paytaxtları Şirvan, Şamaxı, Bakı. Ha, sağ ol. Mövcud olduğu illər. 816-1538. 861. Hə, 8. 1538. Ərazisi. Şimali Azərbaycan. Kürdən şimaldakı Şimali Azərbaycan. Sazilər dövlətinin banisi. Əbu Səsir. Mövcud olduğu illər səydə. 898-941. Paytaxtı. Sazilər dövlətinin Ərdəbil, Marağa. Marağa Ərdəbil. Ərazisi. Ərazisi bütün Azərbaycan. Mənşəyi. Türk. Salarilər dövlətinin banisi. Mərzban Əmir Məhəmməd. Mövcud olduğu illər. 941-981. Paytaxtı. Ərdəbil. Ərazisi. Bütün Azərbaycan. Mənşəyi. Mənşəyi Türk. Şəddadilər dövlətinin banisi. Şəddadilər dövlətinin banisi Məhəmməd İbn Şəddad. Birinci ləşkər dedim ben. Mövcud olduğu illər. 971-1065. Qaldı. Ərazisi. 1088. Həf elə. Mən də qulaq. 971. 1088. Düz. Bildiyimə əmin oldum ona görə. Ərazisi. Şimal Azərbaycan. Paytaxtı. Şəddadilər dövlətinin, Şəddadlərin Gəncə. Mənşəyi. Şəddadilər dövlətinin mənşəyi Kürd. Rəvvadilər dövlətinin mövcud olduğu illər. 981-1065. Paytaxtları 2 dənə. Ərdəbil, Təbriz. Mənşəyi. Mənşəyi Ərəb. Banisi. Rəvvadilərin banisi Əbil-Hicr. Ay, sağ ol. Deməli. Rəvvadi və Şəddadilərin Səlcuqlarının asılı vəziyyətə düşməsi. Həm də Səlcuq axınları 1054. Xudafərin körpüsü. 1027. Oğuz ailələrinin köçürülməsi. 28. Gəncə darvazalar. Gəncə darvazaları 1063. Slavyanların Abaskın adasına yürüyüşü. 909. Sarı adasına. 910. Ən böyük ordu ilə 914. Bərdə faciəsi. 944. Şirvana yürüyüşləri. 1032-1030. Böyük Səlcuq dövlətinin banisi. Birinci Toğrul. Mövcud olduğu illər. 1038-1157. Paytaxtları.
Rey, İsfahan, Nişapur. Nişapur. Alparslanın hakimiyyətlər. 1063, 1072. Məlikşah hakimiyyətlər. 1072, 1092. Hə, ən qüdrətli hökmdarları idi. Dəndənəkən döyüşü. 1040-cı il. Səlcuq və Şəddadi Birləşmiş Qüvvələrinin erməni gürcüləri məğlub etməsi. 1048. Malazgirt döyüşü. 1071. Türklərin Anadoluya çıxması. Deməli bu sual vermişdik. Səlcuqların Şirvanşahları tutması, asılı vəziyyətə salması. 1066. 9-11-ci əsr memarlıq abidələri. Naxçıvanda Əlincə qalası, Araz çayı üzərində Xudafərin körpüsü, Şamaxı rayonunda, yəni Sundi kəndində isə Əlincə qalası. Günbəz Məscid. Sultan Mahmudun Şirvana yürüyüşü. 1123. 4-cü Davidin Şirvana yürüyüşü. 1124. Gəncə zəlzələsi. 1139. Bəsdir. Sağ olun.